Salam əziz izləyicilər. Belə bir maraqlı sualın həllinə baxaq. Deməli, şəkildə bu bucaq düz bucaqdır. Bu bucaq da düzdür, bu da düzdür. Bunun uzunluğu, bu parçanın uzunluğu 9, bura 7, bura 15, bura 20. Soruşur ki, X parçasının uzunluğunu tap. Bunun üçün nə edirik? Biz bura bir A nöqtəsi deyək, burada bir B nöqtəsi. A ilə B-ni birləşdirək. Biz AB parçasının uzunluğunu tapsaq, Pifaqordan bu X parçasının da uzunluğunu tapmış olar. Yəni bu BC parçasının uzunluğunu da tapacağıq. Bunun üçün nə edirik? Gördünüz burada baxın belə bir parçaya perpendikulyar 2 dənə parça var. Bunu uzadırıq. Eyni aşağıya paralel şəkildə uzadırıq. Bunu da buradan uzadırıq. Gəlir burada bir düz bucaqlı yaranır. Bu hissə 7-dirsə, bu hissə də 7 olur. Bu parçanın uzunluğu 15-dirsə, bunun da uzunluğu 15 olur. Fikir versəz, burada bir düz bucaqlı 3 bucaq yarandı. Bir kateti 7, digər kateti 9 plus 15, 24. Onda Pifaqor teoremindən 7, 24 olduğuna görə bu hissə 25 olacaq. İndi burada da bir düz bucaqlı 3 bucaq var. 25, 20. Onda X parçasının uzunluğu Pifaqordan 15 olacaq. Yəni 25-in kvadratı çıx 20-in kvadratı 15-in kvadratıdır.